Nedir? Salamlar, kanalıma hoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Bu günlərim hazırlaşmışam. Söhbətdən ötər keçdim söhbətə. Bugün hazırlaşmışam. İnşallah hala gilə gedirik. Yəni qaynanam gilə gedirik. İnşallah günlərin bir-iki işimiz var Leyla ilə. O gün getmişdim. Sizə heç nə çəkmədim. Amma evdə hər şeyin yerini dəyişmişim demək olar ki. Həm bizim əvvəlki otağımızda biraz dəyişiklik elədik. Biraz deyəndə xeyli dəyişiklik elədik. Arxiv otağı kimi hər şey ora yığmışdıq. Hər biz nəsə aparanda və yaxud da kimsə nəsə gətirəndə və yaxud da Leylanın əlinə keçənləri, yoldaşımın əlinə keçənləri, hər şey o otaqdaydı. Hamısını hərən öz yerinə yerbəyər elədik. Otaqda dəyişiklik elədik, yükü falan düzəltdik. Gedəndə çəkərəm inşallah. Sonra qonaq otağında mənim əvvəlki mebellərim var, bilmirəm. Xalam istəmir onu, mamam deyir ki, satmayaq, heyifdir. Bundan sonra satılsa məncə heç yaxşı qiymətlə də satılmaz. Çünki neçə dəfə artıq sökülüb yığılıb. Bu şurupları falan hər şeyi. Danışıram axı mən. Gəqıcı. Hər şeyi sarvat olubdur. Nəmin qırılan yerləri var. Nəysə ki, bilmirəm, nə olacaq onun axırı. Hələ ki, belə səliqə ilə otağa yerləşdirdik. İnşallah gedəndə göstərərəm sizə də. Sonra xalanın otağını səliqə saldıq. Şkafını falan düzənlədim. İndi gedəcəm, Leyla paltarları ayıracaq. Qış paltarlarını, yay paltarlarını, uşaqların. Mən də dedim, gedim Nərgisin oradan görüm nə çıxardıram. Aylinlə Nərgisin bədən razmeri çox az belə fərqlə bir-birindən uyur. Görüm Aylinin paltarlarından evdə giyindirə biləcəyim. Nə var Nərgizə? Bölüşə biləcəkləri ki, bölüşsünlər. Mən də ancaq Nərgiz üçün çöl paltarı alım. Çünki çöl paltarları ya belə əyninə böyüdü, hədiyə gələnlər. Ya da ki, keçən il aldıqlarımızda kiçiliblər. İndi giyinməyə balamın yoxdur. Yenə üstüvü yaş elədin, kiçik. Demədim eləmə. Demədim səliqəli it. Bu sənin çiçən idi. Təzdən dəyişməliyəm. Nə giyinəcək? Nə giyinəcək? İt. Qoçik. Qal belə. İt. Ay it. Niyə yaş elədin üstünü? İnşallah şalvarın su deyil. Baxın. Özdə yerə suyu tökür sosusundan. Sosu deyəndə butulkada, bu sosudan içmir. Butulkasından əyir suyu tökür yerə. Sonra da əlinə keçəndən silir. Baxmır o silmək olar, olmaz. Bir də görün mənim paltarım yerdədir, yer silir. Ya öz nəysə yerdədir. İnşallah qurtqabı şey eləməmisən, hə? Su. Yoxsa bundan silirdin. Baxaq. Görə arvadca nə inəyib? Yaş eləməyib bunu. Çiçən. Yaş deyil. Soxma ağzına. Gedim indi buna kofta tapım. 18-24 aydı bu. Yəni 2 yaşa kimi də. 6 ayla 2 yaşa kimi. Nərgiz də 1 yaş 5 aylıqdır. 2 yaşın olar. Ay! İstəmə. İçim. İndi əslində kompüterdə biraz işim var. Həm də Nərgizi yedizdirməliyəm. Nazlının çıxan vaxtına hələ indi saat olur 4-ə qalıb. 5 dəqiqə. 4 olacaq. 5-ə kimi 1 saat var. O 1 saat ərzində mən bunu yedizdirə də bilərəm. Kompüterdə işimi də görə bilərəm. Sumkam hazırdır, əynim hazırdır. Bir sərləsi paltarım var, onu sevəcəm. Bir Nərgizi yemləyəcəm. Yemləyəcəm. İçəcəmi yemləyəcəm. Dursun burada, bir də kompüterdə işimi görəcəm. Gedək işlərimizi görək.
çalışacağım bugün sizə videoda çəkim. Əvvəl xalagildə olanda bəzi kadrlar var, tutmazaq bağladığımız. Bilmirəm, onu bu videoya əlavə edeyim yoxsa yox. Amma yəni bugün deyil də onlar. Ay yaxını da yaş eləmişsən. Quci, 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 quci. Quci. Aliyacam. Aliyacam. Sen çok kurt kızsan, çok kurtsan. İpceksen. Gidek, gidek. Kışkırma üstüme. Sen benim anam değilsen. Mamam neydi? Sen benim anam değilsen. Bu arada kameram bağlamamış. Üzümün səpkiləri solmuşdu. Sonra təzədən çoxalıblar. YouTube'dan bu sivilce tedavisi diye tedavi altında video çeken hanımlar kulağıma aldı. Video çeken hanımları izledim. Onlar da deyirlər ki, bəs çoxalır dərman içdiyimizə görə. Nərgiz, Allah, kulağım tutuldu. Qışqırma. Adama ne yapır? Düştüm ben senden. Düş. Düş. Çüstüm. Ağlayacağım. Kulağım battı. Bu sızanaq tedavisi müddətində səpkilər soluxurlar, sonra təzədən çoxalırlar, sonra soluq gedirlər. İndi yəqin ki, məndə də elədir. Çünki bilmirəm, irgənənləriniz varsa baxmasın. Amma azalıblar, əvvəlki qədər deyil. Bir ara tamam belə əlimi üzümə vuranda olsalar da, əlimə vuranda belə xırda-xırda səpkilər dəymir əlimə. Amma indi var, həmən səpkilər əlimə dəyir. Həm də belə necə deyərlər, qırmızı-qırmızıdırlar. Yalan deməyəcəm, neçə vaxt əlimə üzümə vurmurdum, 2 gündür əlim dayanmır. O xırda şeylər mənim əlimə dəyəndə özümdən asılı olmur. Bir də görürəm ki, didişdirirəm özümü. Eləmə. Saçımı yığım. İşlərimi görürəm. Kuçi. Gidək sənə şey geyindirim. Otar geyindirim. Bu arada hava elədi ki, nəzik belə geyinirəm, çıxıram, xoşdur, biraz keçib üşüyürəm. Qalın geyinirəm, üstünə nəsə atıb gedirəm, istidən pişirəm. Nə oldu? Çüstün bəs, nə oldu? Mən səndən çüşmüşdüm axı. Nə oldu ki, gəldin cücüma yenə? Buradan istedim ki videoya səs əlavə eləyim. Nazlını dərsdən götürmüşük, yola düşmüşük. Bura Xəzər market var idi. Xəzər Topdan idi. Yadımdan çıxıb adı necə idi? Bilənlər, Binəqədi ərazisində yaşayanlar, hansı ki bu dağ tərəfdə, məscid tərəfdə mi deyim, sonra sentralni tərəfdə qalanlar tanıyarlar Xəzər market. Həmən Xəzər market indi olub Tam Topdan. Həmən o Tam Topdanın yanında belə qaraj kimi yer var. Orada gördüyünüz bu hissə oradır. Birinci dəfədə girirdim mən ora, bilmirdim. Mamamgil kəşf ediblər, mənə də deyiblər. Neçə vaxtdır biz hər şeyi o marketdən alırıq. Heç vaxt bilməmişəm ki, onun böyründə belə bir yer. Təsəvvür eləyin, ayaqqabılardan tutmuş şəpiklər, paltarlar, qablar, cürbəcür həm produkt var, sular, içkilər, hər şey də, bildiyiniz hər şey var. Dəftər, qələm, hamısı da münasib qiymətləndi. Yəni ki, belə deyim də sizə, başqa yerdən aldığım 4 manata pol əskiləri, dəsmalları, pol silmək üçün burada 2 manat 50 qəpiy idi, səhv eləmirəmsə. Yenə bu mətbəx stol üstü dəsmallar 2 manat 50 qəpiyə, 3 manata başqa yerlərdədir. Burada 1.50-yə falan idi. Sonra bu əlimə götürdüyüm qablar 3 manat neçə qəpiyə idi. Hamısına baxmadım, amma yenə də yaxşı idi qiymətləri. Buludlar var, həm plasmasdan var, həm belə var, hər cürə hər şey var idi.
Tamam biliyorum bak olur. Pomidordur. Bir taraftan çöle çıktı. Tırttan evde 6 gram kap götürmüştü. 6 gram kap götürmüştü. Sonra ise Doğanda deyirəm. Ayağa heç Dolur. Atladı. Dök. Все, bəs. Bəs. olacaq. Ha, dolacaq. Doldur. Allah ya, Allah ya, Doldur, Allah ya, doldur. Allah ya, Allah. Все, oldu löbəlöb. Sıcaqları atla içine. Ne bakıştım ne diyeceğim. Eleme. Ne diyeceğim eleme. bizi takip eder bizi. Sana da çekim. Bizi de Yo. bizi de çekeceksin. Hadi yalın o taraf səliqəli görünsün deyənə bu tərəfdən başqa şeylə yamamışıq. Eşek diye. Qəşəngdir. Kim güzeldir? Görün burada nə var. İndi sizə çəkəcəm. Bu kitabdır. Bu kitabı xalamın şkafını yığışdıranda tapmışam. Kulyoko buradadır. Yığışdıranda tapmışam deyəndə ki, mən oranı yığışdıranda həmişə xalamla bərabər belə ayırırıq da ki, geyindikləri, geyinmədikləri, sıradan çıxanlar və nəyə hara yığıramsa yanında göstərirəm ki, bunu bura qoydum, bunu bura qoydum ki, sonra mən siz axtaranda tapa bilsinlər hardadır. O sırada belə deyək də təzə şeyləri yığdığı yerdə belə bir kitab var idi. Bilmirəm, bəlkə də biz almışıq elə bu kitabı lap çoxdan. Hələ xalamın gözləri falan yaxşı olan vaxtı ki, oxuyar. Nəsə elə bir şey yadıma gəlir ki, haçansa elə bil biz almışıq ona kitab. Çünki kimsə hədiyyə eləmiş olsaydı bunu, üstünə yazı yazılmış olardı da nəsə. Kimdənsə xatirə falan. Bilmirəm, bəlkə də xəstəxanada çox yatıbdı. Kiminsə kitabıdır, hədiyyə eləyibdi. Amma yəni ki, belə bilmirəm indi. Tam xatırlamıram. Amma mən kitab oxumağı çox sevdiyimə görə dedim ki, xala onsuz da sən oxumursan, bunu mənə verginə. Dedi ki, götür. Yəni götürdüm. Özünü də xatırlamır hardandır, nətərdir, hansı vəziyyətdə, haçan qoyub ora. Heç nə xatırlamır. Ən çox sevindiyim, görəndə ağlamağım gəldi də. Keçəcəm ona da. Öncə bunu göstərim. Bu xalamın yelpi idi. Neçə illərdir istifadə edir. Çox xoşu gəlir bunlardan. Belə idi bununki da. Bunu ikinci dəfədir üzdürəm mən. Mətbəxə həmişə nəsə belə şeylər alanda, ondan əlavə qalanda belə xalanın yelpiyini düzəldirəm. Düzdür, bu dəfə çox da belə xoşuma gəlmədi. Yapışmağı bilmirəm zamanla necə olar. Buna yaxşı yapışıb. Bunun bir tərəfini elədim. Çünki özünün kağızı var. O tərəfli, bu tərəfli var idi. Prosta bu tərəfin, digər tərəfinki çox sıradan çıxmışdı. Bu tərəfinki qəşəngdir. Üzdəmək olarmı? Olar. Prosta nəsə xala verəndə dedi ki, onun üzünü dəyişməsən də olar. Bəs elə prosta yapışdırıb elə aralanmışdı da. O mən gətirəndə gördüm ki, arxa tərəfi yapışdırsam da çox pis vəziyyətdədir. Yenə də burasını üzdədim. Elə üstündən, yəni üz çəkmişəm. Bu daha möhkəm görünür. Kağıza yapışdığına görə. Amma bu bir-birinə yapışıb deyənə elə də yaxşı yapışmayıb. Bilmirəm, indi baxacam. Olsa yenə onsuz da var. Nəsə problem olsa təzədən üzdəyə bilərəm.
Bunda mənə elə gəldi ki, sırf bu risonka falan xalanın çox xoşuna gəlirdi, yəni istəmirdi dəyişim. Ona görə mən də saxladım. Əgər desə ki, yox, gərək üzdəyərdim falan, yenə də üzdəyərəm. Nəysə, oradan gətirmişdim ki, mən bunu restavrasiya eləyim, sonra verərəm sənə. İndi keçək buna. Bu belə gözəl bir dənə şaldır. Bu kitabın Klokudur dən baxım, kitab marketi, kitab evim az. 100%, biz bunu 28-dən almışıq, kitab evim az. Baxaq. 28 may. Biz almışıq elə bu kitabı. Neysə ki, bir bunun gözəlliyinə baxın. Ürəyim gedir belə şeylər üçün. Rəhmətli nənəmin var idi mənim belə bir şalı, amma qalın, belə isti saxlayan bir göy, bir də qara rəngdə. Bilmirəm indi o, yəqin ki, gəlin bacımdadır olar. Yəni əmi dostu da. Çox qəşəngdir, çox xoşuma gəlir. Görəndə bayıldım da. Bir yandan uşaqlığım yadıma düşdü. Həmişə nənəm harasa gedəndə, eləyəndə onu belə üstünə atardı. Rayona zada gedəndə, nə bilim, soyuq olanda biri tünd göy rəngdə idi, biri də qara rəngdə idi. Üstü belə bəzəkli, naxışlı bir şey idi. Mənim nənəm, bilirəm, xoşunuza gəlir belə səsli vloqlar. Burada istəyirəm danışım. Nənəmin belə bir nəinki belə ümumiyyətlə şalları, paltarları həmişə saxlayanda qəşəng qatlayardı. Aralarına da sabun qoyardı. Qəşəng ətirli, qoxulu sabunlardan qoyardı ki, şkafdan həmişə paltarı çıxardanda şkaf iyi yox, sabun qoxusun, yəni gözəl qoxusun, təmiz qoxusun. O adətləri indi məndə də var. Mən də dəsmallarımın arasına, paltarların arasına və s. sabun qoyuram. Düzdür, mən öz kağızında qoymuram. Onları belə bəzəyib, düzəyib qoyuram. Köhnə izləyicilərim bilir məni. İndi qayıdım buna. Bunu görəndə o qədər belə təsirləndim. O qədər sevindim ki, ayda xala görsən də burada nə var? Deyir ki, hə, o çox da məndə var. Bilmirəm, kimsə dedi onu mənə hədiyyə eləyibdi. Çox qəşəngdir. Dedim ki, bu mənim olsun da, nə olar? Hətta belə dedim. O da dedi ki, əgər saxlayacaqsansa, məndən xatirə olaraq, yaxşı baxacaqsansa, verirəm sənin olsun. Mən də sevə-sevə götürdüm. Sevinə-sevinə daha doğrusu. Çox bəyənirəm. Sevə-sevə də saxlayaram. Mən ümumiyyətlə hər şeyi belə qoruyub saxlayanam. Hətta nənəmin, rəhmətli ana nənəmin də belə deyək. Xalamın, anamın anası, əl işi var məndə, onu elə gözüm kimi baxıram. Tikmədir, pəridir, su pərisi. Kənarları falan parçanın xarab olmuşdu. Götürdüm mən sırf pəri hissəsini, yəni tikmə olan hissəsini kəsdim. Göstərərəm bir gün onda. O hissəsini kəsdim. Görüm indi buralardadırsa çıxardaram. Kəsdim qəşəng təzə parçanın üstünə onu, tikdim, birləşdirdim. O da çox bəyənirəm, onu saxlayıram. Ümumiyyətlə, mən belə dəyərli şeylərə dəyər verən biriyəm. Bilmirəm, çox bəyəndim, çox ürəyim gedir də belə üstündə butalı, ornamentli, çiçəkli, böcəkli, keçmişi xatırladan, necə deyim sizə. Belə gözəl də, bilmirəm, mənim üçün bu çox göz oxşayan, çox gözəl bir şeydir. Bəlkə kimsə deyər ki, o nədir, nə bilim. Geri kafalımısın, amma geri kafalıyımsa da geri kafalıyım. Çox bəyənirəm həqiqətən. Ərinmədim, tapdım, çıxartdım. Yatağın altındaydı, ona görə gəldim qonaq otağında göstərim ki, orada yataq göydədir. Yerinə qoyarım sonra. Bunlar mənim rəhmətlik nənəmin əl işləridir. Olmaz. Tikəni Məlikova olmaz. Saçlı romanında Rüxsarə obrazıdır bu. Baxın, nə gözəldir.
Təbii ki, bizim Azərbaycan xanımlarının çoxu belə marifətlidir, əl əməkləri. İndi hətta tikmə tikən, saç aksesuarlarının, bantiklərinin üstünə tikmələr tikən xanımlarımız var çoxlu. Amma belə mənim üçün çox dəyərlidir. Yəni qeyri-adi bir şey deyil təbii ki. Amma mənim şəxsən öz adıma mənim səbrim çatmır belə tikmə tikməyə əlimdə. Tikə bilənlər üçün də halal olsun. Baxın, əl əməyidir. Yəni maşında falan tikmə deyil də, əldə tikilmədir. Mənim dediyim budur. Superisi. Bunun parçası xarab olmuşdu. Mən bunu kəsdim qəşəng səliqə ilə. Sonra belə təzə parçanın üstündən tikdim. Ki heyif olmasın. Çox qəşəngdir axı. Görürsünüz nə gözəldir. Bir də bu var. Bunun parçası biraz saralıb eləyib. Bəlkə də göstərmişəm sizə, bəlkə göstərməmişəm, düzü xatırlamıram. Sərim bura, sonra göstərim qəşəng. Məncə bunun nənəm yükün falan üstünə atırlar axı rayonda. O niyyətə tikibdi deyə düşünürəm ki, yükə falan sərməyə. Baxın nə gözəldir. Yükün üstünə belə atırlar, üstünə balış falan qoyurlar axı rayonda. Gör nə gözəldir. Quşlara baxın, nə qəşəngdir. Elə bil ki, bu dəqiqə parçanın üstündən oyanıb gedəcəklər. Çox qəşəng görünür. Bilmirəm niyə belə çox sevirəm, amma mən həqiqətən çox sevirəm əl işlərini. Hələ gözəl olanda vəbşə çox qəşəngdir də. Kim deyər ki, bunu əllə işləyiblər? Çox qəşəngdir. İncə-mincə.